götür sən də oyna. Şeytan bala, sen niye oynamışsın? Baba sana ne alsın? Heç nə. Belki gezmeye gidelim. Gedək. Onda alın bu torbanı aparın eve, elinizi değişin, gelin gidelim. Baba, içəri şəhər buradır. Yox kızım, bura Şirvanşahlar Sarayı. Saray nədir? Saray geçmişte büyük insanların, şahların yaşadığı yere deyir. Bu evdir baba. Bəli, bəli kızım. Aa, nə böyük evdir. Baba, bəs indi burada kim yaşayır? Burada heç kim yaşamır. Bura bizim tarixi keçmişimizdən bəhs edən muzeydir. Şirvanşahlar Muzeyi. Baba, bu da evdir. Yox kızım, bura Kervansaradır. Ta qədimdən şəhərimizə dəvə ilə gələn qonaqlar burada dincələrdilər. Ha kızım, bu da bizim xalqımızın qonaqpərvərliyini göstərir. Mənim balalarım, belə olan halda qız da buna dözməyib, özünü qalanın başından atır. Həmin dövrdən indiyənə kimi bu qalanın adı Qız qalası qaldı. Baba, mən bu nağıla televizorda baxmışam. Mən də baxmışam baba, qız özünü bax, oradan atır. İçəri şəhər cəmaatının həyatında çox önəmli yer tutur. Deyirlər, bu bazarın üstündə evlər də olur. Baba, elə indi də var da. Amma heç o pislərə oxşamır ki. Məyər müasirləşmək üçün keçmişi məhv etmək lazımdır?